Salam dostlar, yenə xoş gördük. Dərslərimiz davam edir. Deməli, Əl-Bəbur Rabi, 4-cü bölmə fi təfdilihi alə sairil ənbiya. Keçən dərsdən biz xüsusi peyğəmbərlik bölümünə daxil olduq. İlk mövzuları orada qeyd elədim. Məhəmməd Füzulinin qeyd elədiyi mövzuları izah elədim. Peyğəmbərlik haqqında, yəni Həzrət Peyğəmbərin peyğəmbərliyi haqqında bəzi məqamlara toxunduq. Növbəti mövzu fi təfdilihi alə sairil ənbiya. Bizim peyğəmbərimizin digər peyğəmbərlərə olan üstünlüyüdür. Məhəmməd Füzuli buyurur ki, və huvə thəbitun bi vucuhin. Bu da bir neçə dəlillə sabitdir. Əl-əvvəlu huvə. Birinci dəlil budur ki, ənnə hukmən nübuvvə yəqtədi əl-istidamə. Buyurur ki, peyğəmbərliyin hökmü budur ki, bu davamlılıq tələb edir. Li'ənəhu nazimun li'əmril aləm və salihun li cəmi'il fəsad. Çünki bu aləmin işlərini nizama salmaq üçün və həmçinin orada meydana gələn, ortaya çıxan fəsadı aradan aparmaq üçün lazımdır və həmçinin və vasitətun lil-ittisali beynəllahi vəl-ibad. Həmçinin peyğəmbər insanlarla Allah arasında nədir? Bir vasitədir. Baxın, burada Məhəmməd Füzuli ki, deyir, peyğəmbərlik davamlılıq tələb edir. Bu davamlılığı biz iki cür başa düşə bilərik. Bir budur ki, yəni yer üzü hədislərdə də qeyd olunduğu kimi gərək hüccətsiz qalmasın, o vasitəsiz, elçisiz qalmasın, daim yer üzündə elçi olsun. Amma bu elçilər də təbii ki, zamanla biri gəlir, biri gedir, biri gəlir, biri gedir. Çünki onlar da bəşərdirlər, onlar da insandırlar, yaşayırlar, qocalırlar və dünyalarını dəyişirlər və ya öldürülürlər. Ona görə onların peyğəmbərliyi müvəqqətidir. Biri gəlir, gedir, sonra ardınca başqası gəlir, gedir. Yəni, davamlılığı biz bu cür başa düşsək, bu doğrudur. Bir dəfə davamlılığı biz bu cür başa düşək ki, hər bir peyğəmbər və ya hansısa bir peyğəmbər gəlir və onun peyğəmbərliyi davamlı olmalıdır. Bu artıq düzgün deyil. Nəyə görə? Çünki peyğəmbərlər əgər bir-birini əvəz edirsə, bu zaman hansısa bir peyğəmbərin gətirdiyi şəriətin, dini hökmlərin davamlı olması bu qeyri-mümkündür. Burada sonuncu peyğəmbəri biz nə edirik? İstisna edirik ki, sonuncu peyğəmbər o artıq sonuncu olduğu üçün onun gətirdiyi şəriət bu nə olmalıdır? Davamlı olmalıdır. Baxın, onun gətirdiyi şəriət deyirəm davamlı olmalıdır. Nəyə görə? Çünki Quran-Kərimdə Allah Teala buyurur ki, İnnəd-dinə indəllahi əl-İslam. Allahın yanında din İslamdır. Yəni bütün peyğəmbərlərin gətirdiyi din İslamdır. Amma şəriətlər nədir? Fərqlidir. Ona görə dinlə şəriət arasında belə bir fərq qoyublar ki, din adətən inanc sisteminə, belə deyək, inanc sistemini özündə ehtiva edir və inanc sistemi də bütün dövrlərdə eyni olubdur. Amma şəriət burada nədir? Hökmlərdir, əməli hökmlərdir. Cəmiyyətdə yaşayan insanların o aralarında mövcud olan əlaqələri tənzimləmək üçün lazım olan hökmlərdir. Məsələn, ibadət, sonra ticarət, digər məsələlər, bu şeylər. Yəni, ümumi götürsə, indi bunların hamısını xırdalamaq, sadalamaq istəmirəm. Yəni, risalələrə baxanda siz onları görə bilərsiniz. Məsələn, ibadətdə hansı bölmələr var, müamilat dediyimiz o məsələlərdə hansı bölmələr var. Bunlar hamısı risalələrdə geniş şəkildə mövcuddur. Xülasə, Allah nəzdində din İslamdır deyəndə ki, bunu bütün peyğəmbərlərin dövrünə biz şamil edirik, o zaman belə bir bölgü ortaya atıblar ki, dindən məqsəd inanc sistemidir. Amma şəriətlər bunlar nədir? Fərqlidir. Deməli, sonuncu peyğəmbərin gətirdiyi şəriət nədir? Sabitdir, davamlıdır. Niyə? Çünki ondan sonra bir peyğəmbər gəlməyəcək ki, yeni bir şəriət gətirsin. Ona görə burada ki, deyir, peyğəmbərlik davamlılıq tələb edir. Əgər bunu biz ümumi olaraq peyğəmbərliyə şamil etsək, bəli, peyğəmbərlik davamlılıq tələb edir. Amma fərqlərə görə tətbiq etsək, xeyr, burada fərqlərə görə davamlılıq yoxdur. Hər peyğəmbərin özünə aid dövrü var, belə deyim, öz missiyasını təbliğ elədiyi dövrü var. O, dünyasını dəyişəndən sonra o dövr qapanır və yeni bir peyğəmbərin dövrü başlayır. Amma Füzulinin ibarəsindən, zahirindən belə anlaşılır ki, Füzuli burada ümumi peyğəmbərliyə işarə edir ki, peyğəmbərlik elə bir missiyadır ki, bu davamlı olmalıdır, bu hər zaman aktiv olmalıdır. Sadəcə olaraq bu vəzifəni, missiyanı daşıyan insanlar zamandan zamana dəyişə bilər. Digər bir məsələ budur ki, peyğəmbərlərin əsas işlərindən biri sosial işlərdir. Baxın, Peyğəmbər gəlir nə edir? Cəmiyyətdə mövcud olan
fəsadları aradan aparır və həmçinin insanların işlərini nizama salır və bir də mənəvi yönü nədir? Və vasitətun lil-ittisal beynallahi vəl ibad. Peyğəmbər Allahla bəndələr arasında da bir nədir? Vasitədir. Niyə? Çünki insan həqiqi kamilliyə çatmaq üçün Allahın ondan nə istədiyini bilməlidir. Allah nədən razıdır, nəyi istəyir, o mütləq bunu bilməlidir. Və bunu da adətən tək başına bilə bilmir. Yəni insan tək başına yolun müəyyən hissəsini gedə bilər. Amma yolun hamısını getmək üçün o yola dərindən bələd olan birinin ardınca düşməlidir. O da peyğəmbərdir. Və peyğəmbərlərə də bunlar təlim olunur deyən peyğəmbərlər bilir. Yəni peyğəmbər də sırf öz ağlı ilə hər şeyi bilmir. Peyğəmbərə də mələk gəlir və ona yolu göstərir və ya Allah özü birbaşa vəhy edir, ona yolu başa salır. Ona görə insan öz ağlı ilə bir mərhələyəcən gedə bilər. Amma o mərhələdən sonra insana nə lazımdır? Bir bələdçi lazımdır ki, yolun necə olduğunu ona başa salsın. Deməli, peyğəmbərlər həm də insanlarla Allah arasında nədir? Vasitəçidir. Deyə bilərsiniz ki, peyğəmbər insanlarla Allah arasında vasitəçidir. Bəs peyğəmbərlə Allah arasında vasitəçi kimdir? Axı peyğəmbər də özü insandır. Və dostlar, peyğəmbər həm ağlı ilə, zəkası ilə, həm də mənəviyyatı ilə digər insanlardan fərqlənir. Ona görə peyğəmbərin, belə deyim, yolu qət eləməsi digər insanlara nisbətən fərqlidir. Əgər digər insanlar öz ağlı ilə tutalım, yolun 20%-ni qət eləyə bilirsə, peyğəmbər 60%, 70%-i qət eləyə bilir. Nəyə görə? Çünki o üstün zəkaya sahib bir insandır. Onun mənliyi, ruhi halı, mənəviyyatı digər insanlardan fərqlidir. Və bu müxtəlif sferalarda özünü göstərir. Məsələn, bəzi insanlar var ki, onlar o qədər yüksək zəkaya sahibdirlər ki, görürsən ki, tutalım digər insanların təhsil səviyyəsindən, digər insanların savadından onların savadı, təhsil səviyyəsi fərqlənir. Məsələn, normalda bir insan tutalım, orta məktəbi bitirir, sonra universitetə daxil olur, oradan sonra magistraturaya, sonra doktoranturaya. Amma müasir dövrdə də bunun biz şahid olmuşuq ki, bəzi insanlar var ki, onlar o qədər talantlıdır ki, orta məktəb yaşından belə onlar magistratura və ya doktoranturaya qəbul olublar. Niyə? Çünki üstün zəkaya sahibdirlər. Digər insanlarda olmayan o zəka bunlarda var. Ona görə onlar yolun, belə deyim, daha çox hissəsini daha qısa müddətdə qət edə bilirlər və bu faktdır yəni. Peyğəmbərlər də o cür. Ona görə peyğəmbərlərlə Allah arasında vasitəyə bəzən bu məqamda ehtiyac olmur. Onlar yolun böyük bir hissəsini gedirlər. Bu böyük hissəsini getdikdən sonra artıq növbə kimə çatır? Mələyə çatır. Mələk gəlir, nə edir? Vəhiy gətirir, vəhiy qəbul. İndi vəhiy qəbul etmə prosesini biz zahiri belə başa düşürük ki, mələk gəlir, peyğəmbərin qabağında durur və ona nələrsə qulağına pıçıldayır. Bu ümumi cəmaatın başa düşdüyü bir formadır ki, peyğəmbər vəhyi bu cür qəbul edir. Amma ola bilər ki, bu proses tamam fərqli bir müstəvidə getsin. Elə bir müstəvidə ki, onu biz dərk edə bilmirik. Nəyə görə? Çünki o prosesi biz yaşamamışıq, o təcrübəni biz yaşamamışıq. Məsələn, insana bir anda tutalım zehnə bir ideya gəlir, ilham gəlir. Aydındır. Onu kimsə gəlib sənin qabağında zehnə pıçıldamır ki, o elə bir halda baş verir ki, sən onu hiss edirsən, yaşayırsan. Amma qarşı tərəfə izah edəndə onu müxtəlif formalarda, biraz maddi formaya salıb izah edirsən ki, qarşı tərəf üçün də aydın olsun. Ona görə dostlar, vəhiy qəbul etmə prosesi bizim üçün tam aydın deyil. Peyğəmbər vəhiy necə qəbul edirdi? Peyğəmbər vəhyi necə qəbul edirdi? Bunu biz təcrübə etməmişik deyən. Onu təsvir edə bilmirik, düzgün təsvir edə bilmirik. Burada nə isbat edə bilmirik, nə inkar edə bilmirik. Yəni kimsə gəlib deyə bilər ki, sizin vəhy haqqında təsəvvürünüz çox cılızdır. Siz elə bilirsiniz ki, mələk gəlir peyğəmbərin qarşısında durur və ona sözlər deyir, peyğəmbər də o cür sözləri qəbul edir. Çox cılız düşünürsünüz, belədir, elədir, bunlar çox ali mətləblərdir. Bunları belə sadə formada dərk eləmək olmaz, filan. Gözəl, amma həmin adama da sual vermək lazımdır ki, yaxşı, sən hardan bilirsən ki, bu belə deyil? Yəni, sən hardan bilirsən ki, o mələk gəlib peyğəmbərin qulağına pıçıldamayıbdır? Bəlkə sən müşahidə eləmsən özünü, oradan bilirsən. Yox, sən də müşahidə eləməmsən axı, sən də müşahidə etməmsənsə,
Bəs hardan bilirsən ki, o insanların başa düşdüyü o ümumi məna cılızdır? Sənin ortaya atdığın iddia bu ali bir. Bu əslində o məna var da, bu sətiraltı bir məna var ki, yəni siz çox aşağı səviyyədəsiz, hələ başa düşməmisiniz o ali həqiqətləri. Mən çıxmışam artıq o mərtəbələri, ona görə gəlin sizə izah edeyim. Ona görə biz buna ehtimal verə bilərik. Yəni kimsə gəlib bu cür desə, biraz daha təvazökar səslənər ki, qardaş, sizin təsəvvür etdiyiniz bir ehtimaldır. Amma bu bir ehtimal da var ki, Peyğəmbər o vəhyi o cür qəbul etmirdi. Peyğəmbər vəhyi tamam fərqli ontoloji müstəvidə qəbul edirdi və s. Bu cür desə, aydındır, çox gözəl, qəşəng bir ehtimaldır və bunun üzərində düşünmək lazımdır. Amma nə sən, nə mən, nə də o birisi bu versiyalardan hansının düz, hansının yanlış olduğunu fəlsəfi olaraq, məntiqi olaraq isbatlaya bilmərik. Çünki heç birimiz o təcrübəni yaşamamışıq. Aydındır? Ona görə bunları, bu məsələləri, bu metafizik məsələləri, hansı ki, bunlar şəxsi təcrübəyə əsaslanır. Bunları müzakirə edərkən bunları versiya qismində demək daha yaxşıdır. Amma iddialı şəkildə ortaya çıxıb ki, yox, sizin düşüncəniz çox bəsitdir, siz çox gərdə qalmısınız, belə elə məsələlər, çox ali həqiqətlər var. Bəzi insanlar o cür danışır ki, çox ali məsələlərdir, bunlar çox dərin mövzulardır. Soruşursan, bir iki dənə dəlildir, yoxdur dəlil. Bu adamın bəyin şəxsi fantaziyalardır. Kimdənsə eşidib və ya öz halına gəlib, amma isbat yoxdur da. Yenə deyirəm, bir versiya kimi möhtəşəmdir. Möhtəşəm bir versiyadır, deyirsən, çox sağ ol, Allah razı olsun. Amma isbat eləyə bilmirsən axı. Məsələ odur ki, sən mənə isbat elə. İsbat elə görüm, sən dediyin versiyanın həqiqəti nədir? Düzgündür ya yox? Nə sən yaşamısan o təcrübəni, nə mən. Ona görə sən hardan deyirsən ki, yox, mənim təsvirim cılızdır, sənin təsvirin çox orijinaldır. Aynı dostlar, ona görə bu məsələləri müzakirə edəndə o məsələnin metodologiyasına riayət eləmək lazımdır. Çox iddialı danışmaq yaxşı deyil, çünki insan dəlilli qədər iddialı danışmalıdır. Aydındır, bunu biz əgər həyat fəlsəfəmizi çevirə bilsək, inanın çox irəli gedərik. İnsan dəlili qədər danışsa, hər şey öz yerində olar. Xülasə, وَهُوَ ضَرُورِيُّ الْوُجُودِ فِي كُلِّ زَمَانٍ. Buyurur ki, Peyğəmbər hər bir zamanda olmalıdır, onun varlığı zəruridir. Bayaq dediyimiz şərtlərə görə. فَلِكُلِّ نَبِيٍّ زَمَانٍ. Hər bir Peyğəmbərin öz zamanı var və hükmün müəyyən hökmü var. Yəni gətirdiyi şəriətlər var. فَمَضَى بِزَمَانِهِ وَحُكْمِهِ. Və o, dünyasını dəyişəndə onun zamanı da keçir, hökmü də aradan gedir. وَاتَّصَلَ الزَّمَانُ إِلَى نَبِيِّنَا. Və növbə gəlir bizim Peyğəmbərə və təzəyyənə bi hükmihi və Peyğəmbərin zamanı da öz hökmü ilə gözəlləşir və baqiyə fihi ilə yevmil qiyamə. Baxın, burada xatəmiyyət məsələsinə işarə edir ki, Peyğəmbərin dövrünə gəlib çatdı, artıq bu dövr qiyamət üçün davam edəcək. Niyə? Çünki Peyğəmbərdən sonra başqa bir Peyğəmbər yoxdur. Min qeyri intiqal. Artıq burada başqasına ötürülmə yoxdur. Fəl-baqi afdalu minəl-baqi. Baxın, Məhəmməd Füzuli buradan gəldi, nəyə keçdi? Peyğəmbərin digər peyğəmbərlərdən üstünlüyünə. Fəl-baqi afdalu minəl-baqi. Baqi olan, davamlı olmayandan nədir? Üstündür. Aydındır. Fəl-baqi afdalu minəl-baqi. O şey ki, davamlıdır, o üstündür. Aydındır. Burada fəl-baqi afdal minəl-baqi yerinə fəl-baqi afdalu min qeyril-baqi desəydi, daha uyğun olardı. Yəni, davamlı olan, davamlı olmayandan üstündür. Çünki ibarənin zahirinə belə başa düşülür ki, fəl-baqi afdal minəl-baqi, yəni baqi olan, baqi olandan üstündür. İkisi də baqidirsə, yəni davamlıdırsa, bu niyə bir o birindən üstün olmalıdır? Ona görə fəl-baqi afdalu min qeyril-baqi olsaydı, kimsə daha düz olardı. İndi ola bilər kimsə deyər ki, yox, burada ibarə düzdür, mənası budur, o başqa məsələ. Deməli, Məhəmməd Füzuli bizim Peyğəmbərin üstünlüyünü bu yolla isbatladı ki, bizim Peyğəmbərin hökmü davamlı olduğu üçün digər Peyğəmbərlərdən o üstündür. Çünki digər Peyğəmbərlərin hökmü, nübüvvəti, gətirdiyi möcüzə öz dövrünə məxsusdur. وَمَنْ حُكْمُهُ أَفْضَلْ وَمَنْ حُكْمُهُ أَبْقَى. Hansı Peyğəmbərin hökmü baqidirsə, davamlıdırsa, أَفْضَلْ مِنَ الَّذِي نُسِخَ حُكْمُهُ. Hökmü, yəni gətirdiyi din, şəriət, daha doğrusu şəriət nəsx olan, aradan gedən Peyğəmbərdən nədir? Üstündür. Bizim Peyğəmbərimizin gətirdiyi şəriət davamlı olduğu üçün onun özü də, yəni Peyğəmbərimizin özü də şəriəti gətirdiyi şəriət nəsx olan Peyğəmbərdən
üstündür. Bu birinci dəlil idi. Əs-sani, digər bir dəlil. Ənəl ulum vəl funun əlləti kənət fil quvvətil bəşəriyyə xaracət iləl fi'li bit-tədric bivasitətil ənbiya vəl hükəmə vəl uləmə min ibtida'il aləm ilə yevminə həzə. Buyurur ki, elmlər və sənətlər hansı ki, bəşəriyyət onlara potensial olaraq sahib idi. Yəni, hər bir insanın potensial olaraq sahib olduğu müəyyən bir qabiliyyət var, bacarıq var. Bu, incəsənət sahəsində ola bilər, bu sənət sahəsində ola bilər, bu elm sahəsində ola bilər və s. Bu bacarıqlar tədricən o potensial haldan reallığa, aktuallığa keçid aldı, bit-tədric. Kimin vasitəsilə? Peyğəmbərlərin, filosofların, alimlərin vasitəsilə. Min ibtida'il aləm ilə yevminə həzə. Aləm yaranandan günümüzə qədər. Aydındır, bu elmlər, sənətlər, incəsənətlər tədricən reallığa qovuşdular. وَاسْتَحْضَرَتْ جَمِيعَ الْفَضَائِلِ السَّابِقَةِ التي انتقلت من السلف بعد استكمالها مع فضيلة şərəf hükm nəbiyyinə fi ümmətih. Buyurur ki, bizim Peyğəmbərimizin dövründə isə bunlar hamısı nə oldu? Öz kamilliyinə qovuşdu. Bizim Peyğəmbərin hökmü, Peyğəmbərliyi və gətirdiyi şəriətin hesabına. Deməli, o qədimdən üzü bu yana gələn o sənətlər, incəsənətlər, elmlər bizim Peyğəmbərimizin dövründə, bizim Peyğəmbərimizin vasitəsilə öz kamilliyinə qovuşdu. فَأُمَّتُهُ أَفْضَلْ مِنْ سَائِرِ الْأُمَمِ. Deməli, bizim Peyğəmbərin ümməti nədir? Digər ümmətlərdən üstündür. Niyə? Çünki bizim ümmətdə, bu ümmətdə mövcud olan bu sənət, incəsənət, elm digərlərinin ən kamil versiyasıdır. Və huva afdal. Əgər belədirsə, o zaman Peyğəmbərin özü də nədir? Ən əfzəldir. Çünki onun vasitəsilə bu reallaşdı və gerçəkləşdi, onun köməkliyi ilə. Bu da ikinci dəlil. Əlbəttə, bu dəlil müzakirə oluna bilər ki, nə qədər düzdür, nə qədər səhvdir, onun işim yoxdur. Əs-səlis, ənə burhanən nübuvvə likulli nəbiyyin mu'cizatun muayyənə. Buyurur ki, hər bir Peyğəmbərin özünün müəyyən möcüzələri var ki, bu Peyğəmbərliyin sübutudur. Və hiyə atharun ləm yabqa minhə şeyun ba'də zəlikən nəbi. Və bunlar, bu dəlillər Peyğəmbər dünyasını dəyişəndən sonra o da aradan gedir, heç nə qalmır. Məsələn, Musa Peyğəmbərin göstərdiyi möcüzə, İsa Peyğəmbərin göstərdiyi möcüzə, onlar öz dövrünə aiddir. O dövrdən sonra heç nə qalmır. Məsələn, İsa Peyğəmbərin ölünü diriltməsi, o öz dövrünə şamildir. Ondan sonrakılara şamil deyil. Musa Peyğəmbərin göstərdiyi möcüzə, əsanı atıb o digər sehirbazların düzəltdiyi şeyləri yeməsi, bunlar hamısı nədir? O dövrə aid möcüzədir. Ondan sonraki insanlar onu görə bilmir. Peyğəmbərin möcüzəsinə gəldiksə, "Vəl-Qur'an əlləzi huve min mu'cizati nəbiyyinə baqin ba'dahu ala halihi." Lakin Peyğəmbərimizin gətirdiyi möcüzə ki, bu Qur'andır, o baqidir, davamlıdır. Özündən sonra da şahidən li risalətihi fi kulli zaman ilə yevmil qiyamə və qiyamətəcən o nədir? Öz Peyğəmbərin öz risalətinə şahiddir. Fəmən mu'cizuhu əbqa və əsbət fəhvə afdal. Deməli, möcüzəsi davamlı olan və sabit olan təbii ki, üstün Peyğəmbərdir. Burada bir qeyd gətirmək istəyirəm, bir məsələni qeyd etmək istəyirəm. Peyğəmbərimizin möcüzəsi davamlı olduğu kimi, İsa Peyğəmbərin və Musa Peyğəmbərin möcüzəsi də davamlıdır. Çünki onların gətirdiyi kitablar, məsələn, Tövratdır, sonra İncildir, bunlar da bir mənada möcüzədir. Yəni, bir mənada bunlar da möcüzədirlər. Nəyə görə? Çünki o kitablar da təbii ki, öz dövrü üçün adi kitablar deyildi. Necə ki, Peyğəmbərin kitabı müəyyən xüsusiyyətlərinə görə öz dövrünün kitablarına fərqləndiyi üçün möcüzə hesab olunurdu. Onların gətirdiyi kitablar da öz dövrü üçün nə idi? Aktual idi və digər kitablardan fərqlənirdi. Və onlar da nədir? Qalır. Sadəcə olaraq o kitablar təhrifə məruz qalıb. Ona görə onları biz əbədi möcüzə kimi hesab edə bilmərik. Əbədi möcüzə qismində hesab edə bilmərik. Əgər onların kitabları təhrifdən amanda qalsaydı, o zaman onlar da sonuncu Peyğəmbər kimi olan möcüzələrdə həmişə yaşar olardı. Amma onların möcüzələri, yəni kitablar, gətirdiyi kitablar, Tövrat və İncil təhrifə məruz qaldığı üçün ona görə biz onları davamlı möcüzə qismində qeyd edə bilmirik. Bu da üçüncü dəlildir. Ər-rabi, dördüncü dəlil. Ənə əhkəmə şəriətil ənbiyə əs-səlifə təhtəc iləl mu'ciz fin-nifaz. Buyurur ki, digər Peyğəmbərlərin gətirdiyi şəriətlər onların, belə deyim, cəmiyyət içərisində onlara əməl olunması üçün, onların qəbul olunması üçün möcüzəyə ehtiyacı var idi.
Yəni peyğəmbər, o dövrün peyğəmbərləri, bizim peyğəmbərimizdən əvvəlki peyğəmbərlər, onlar şəriət gətirirlər. İndi hamısı gətirmirdi, bəziləri gətirirdi. Amma əksəriyyəti də o mövcud şəriətləri qorumaq üçün gəlirdilər. Onların gətirdiyi şəriətlər və ya qorumaq istədiyi şəriətlər, bunlar cəmiyyət arasında qəbul olunması üçün onlar bir möcüzə göstərməli idilər ki, cəmaət onları qəbul etsin, onların gətirdiyi şəriəti və ya qorumaq istədiyi şəriəti qəbul etsinlər. Amma peyğəmbərimizə gələndə və ahkamu nəbiyyinə huvel mu'ciz bi'aynihi, peyğəmbərin gətirdiyi bu hökmlər özü möcüzədir. Niyə? Çünki bu hökmlər harda keçir? Quranda keçir və Quran özü nədir? Birbaşa möcüzədir. Və huvel Qur'an və bihəzə əqvəd dələil aləl fadilə, və bu özü nədir? Peyğəmbərimizin üstünlüyünə dəlildir. Çünki peyğəmbər elə bir kitab gətirir ki, o kitab özlüyündə nədir? Möcüzədir və başqa kənar bir köməyə, əlavə bir möcüzəyə ehtiyac yoxdur. Və belə bir kitaba sahib olan, belə bir möcüzəyə sahib olan şəxsin özü də nədir? Digərlərinin üstündür. Niyə? Deyə bilərsiniz ki, niyə? Ola bilər ki, bir peyğəmbərin gətirdiyi möcüzə digərindən daha üstün olsun, amma özü digərinə nisbət fəzilətcə daha aşağı olsun. Deməli, dostlar, mənim şəxsi qənaətim budur ki, peyğəmbərin özü ilə göstərdiyi möcüzə arasında bir ontoloji əlaqə var, rabitə var. Bir ontoloji rabitə var. Yəni, bu, necə deyərlər, şərti bir şey deyil. Yəni, bu deyil ki, məsələn, bu belə deyil ki, tutalım, hansısa bir şirkətdə, hansısa bir dövlət orqanında və ya hansısa bir dairədə insanları seçirsən, hərəsinə bir missiya verirsən, amma burada yəni şəxsin özü ilə, şəxsin istedadı ilə, bacarığı ilə ona verdiyi missiya arasında ola bilər ki, heç bir zəruri əlaqə olmasın. Bu hamısı şərti olsun, seçimlə olsun. O missiyanı verən şəxsin öz kefindən, istəyindən asılı olsun. Və heç o bilməsin ki, başa düşə bilməsin ki, kimə nə vermək lazımdır. Ona görə insanlara vəzifə paylayanda, missiya paylayanda müəyyən yanlışlıqlara yol versin. Bu mümkündür. Amma peyğəmbərlik məsələsi belədir ki, bu şərti seçim deyil. Çünki bu işi tapşıran peyğəmbərə Allahdır. Və Allah belə şeyləri peyğəmbərə təsadüfən, şərt olaraq vermir. Bu missiyanı peyğəmbərlər arasında bu cür paylaşmır. Burada həm də bu şeyin təbiəti o cürdür. Yəni, möcüzə göstərmir. Məsələn, İsa peyğəmbər möcüzə göstərirdi. Bu, İsa peyğəmbərin kamilliyinin bir nəticəsidir. İsa peyğəmbərin bir insan olaraq çatdığı mərtəbənin nəticəsidir ki, o ölü dirildirdi, anadan gəlmə kora, xəstəyə şəfa verə bilirdi. Bu, onun kamilliyinin nəticəsidir. Nəinki bu, necə deyərlər, təsadüfi bir şey idi, insanlara təsir etmək üçün sadəcə seçilən bir missiyadır. Xeyr, bu, onun mənəvi dünyasının təzahürü idi. Əlbəttə, o bir peyğəmbərlər də bunlar hamısı yeryüzünün ən kamil insanlarıdır. Və kamil insanlar, bunlar təbiətə hökm edə bilirlər. Niyə? Çünki onlar təbiətin sirlərini bilirlər. Və bu gün də elə insanlar var. Peyğəmbərlər qədər olmasalar da, onlar da təbiətin sirlərini bilirlər, ona görə kəramət göstərirlər. Bu insanlar təbiətin sirlərini bildikləri üçün, bu da təbii ki, bu təbiətin sirrinə vaqif olmaq hamısı mənəvi təkamülün nəticəsidir. Ona görə möcüzə ilə insanın mənəvi, ruhi, təkamülü, kamillik arasında sanki bir zəruri əlaqə var. Sonuncu peyğəmbərin göstərdiyi möcüzə ən kamil möcüzə olduğu üçün, burada bu ondan xəbər verir ki, deməli bu insanın çatdığı mərtəbə digər insanların çatdığı mərtəbədən daha üstünlükdür. Ona görə onun bacarığı, möcüzə bacarığı digər insanlardan daha üstünlükdür. Baxın, burada nəticədən səbəbə doğru bir keçid var. Aydındır, bir var, məntiqdə bu dəlillər qeyd olunur. Bir var, səbəbdən nəticəni tapırsan, buna limmi dəlil deyirlər. Bir var, nəticəyə baxıb səbəbi tapırsan, buna inni dəlil deyirlər. İndi biz burada baxırıq ki, möcüzə, peyğəmbər möcüzəsi daha kamildir. Bu nəticədir, səbəbi tapırıq. Deməli, o daha üstünlükdür. Niyə? Çünki möcüzə ilə insanın mənəvi, ruhi dünyası arasında bir zəruri əlaqə var. Bu da bir dəlil. Əl-Xamis, 5-ci dəlil, Əmrul Merac. 5-ci dəlil Merac hadisəsidir. Maraqlıdır ki, Məhəmməd Füzuli bunu peyğəmbərin üstünlüyünə dəlil kimi qeyd edir. Niyə? Ləənnəhu munfəridun fihi. Çünki bu peyğəmbərimizə məxsus olan bir şeydir. Qilə, İndən nəbi ləmmə saidə leylətəl mirac iləl arş. Deyilir ki, peyğəmbərimiz, bu deyilir harada deyilir? Yəqin ki, hədislərdə, Füzulidə və hədislərdən götürübdür.
Peyğəmbərimiz həmin günü Merac gecəsi ərşə çıxanda təaxxarat anhu fi kulli səmain minəs səmavat cümlə minəl mələikə. Hər bir səmada, bu təbii ki mənəvi səmadır. Bu bizim bildiyimiz bu səma deyil. Mənəvi aləmdir bu, mücərrəd aləmdir. Hər bir səmada, səmanın hər bir qatında bir dəstə mələk təaxxarat peyğəmbərdən geri qalırdı. Fə idə səəlu an keyfiyyətihi. Və bu mələklər bunun keyfiyyəti haqqında, bunun necəliyi haqqında sual verəndə qalə Cəbrail əleyhissalam belə bir cavab verdi ki, hədə xassatul bəşəriyyə, bu bəşəriyyətə aid bir xüsusiyyətdir. Azhara, yəni Allah, azhara hukməhu ilə mə lə tə'ləmun. Allah bu hökmü, öz hökmünü bilmədiyiniz formalarda üzə çıxarır. Aydındır? Yəni, mələklər geri qalanda, bu təbii ki, mənəvi bir seyirdir də dostlar. Bu, yenə dediyim kimi, yol deyil ki, bizim bildiyimiz yol deyil ki, məsələn, müəyyən qədər gedəsən, sonra deyəsən ki, siz dayanın, mən yoluma davam edərəm. Xeyr, bu mənəvi bir seyirdir. Aydındır? Bura artıq hər bir mərtəbəyə çıxdıqca, bu mənəviyyatdan, sənin kamilliyindən asılı olan bir icazə ortaya çıxır ki, sənin artıq növbəti mərhələyə keçməyə sənin kamilliyin icazə verir, yoxsa yox. Və hər bir dəstə mələk, hər bir mərtəbədə geridə qalanda bunlara maraqlı gəldi ki, niyə bu belə baş verir? Və soruşurlar Cəbraildən, Cəbrail deyir ki, bu bəşərə aid bir xassədir və Allah sizin bilmədiyiniz formada bunları neynir, üzə çıxarır. İndi bu hədisdir, bu hədis nə qədər doğrudur, səhihdir bilmirəm. Füzuli bunu hardan, hansı mənbədən götürüb, burada qeyd eləmir deyən, onun yəni mənbəsinə baxıb deyək ki, bu hədis səhih hədis yoxsa yox. Amma belə bir reallıq varmı? Yəni bu hədisi bir kənara atsaq da, belə bir reallıq varmı? Bəli, belə bir reallıq var ki, mənəvi aləm, bunlar insanın ruhi, mənəvi kamilliyi ilə birbaşa əlaqəlidir. İnsan orada qət elədiyi məsafə də onun ruhi, mənəvi kamilliyi ilə əlaqəlidir. Sən nə qədər kamilliyə çatsan, o qədər yol qət edəcəksən. Ona görə o yolda, o səmada, o mənəvi dünyada irəlilədikcə bəzilərinin Peyğəmbərimizdən geridə qalması bu nədir? Normaldır. Bu Füzulinin qeyd elədiyi 5 dənə dəlildir ki, niyə görə bizim Peyğəmbərimiz digər Peyğəmbərlərdən üstündür? Əlbəttə, bu inanc ki, Məhəmməd Peyğəmbər digər Peyğəmbərlərdən üstündür. Bu, adətən Şiə məzhəbinə mənsub olan bir görüşdür. Digər məzhəblərdə fərqli görüşlər var. Bəziləri İbrahim Peyğəmbəri daha üstün bilirlər və s. Bu, artıq müzakirə olunası bir məsələdir, mübahisəli bir məsələdir. Çünki Peyğəmbərlər arasında dərəcə fərqinin olması Qurandan sabitdir. Quran özü deyir ki, biz bəzilərindən üstün etdik. Amma hansı daha üstündür? Ən üstünü kimdir? Təbii ki, Quran bunu açıq-aşkar demir. Hədislərdə buna işarələr var, amma hədislər də belədir ki, hər məzhəb öz hədislərini qəbul edir, digərlərini qəbul etmir. Burada nə etmək lazımdır? Daha çox əqli, rasional dəlillərə yönəlmək lazımdır ki, ağıl hansını dəstəkləyir, hansı versiyanı dəstəkləyir. İndi kimsə deyə bilər ki, bu ağlı mövzusu deyil, ağılla bir nəticəyə çatmaq olmaz. Burada ancaq hədislərə müraciət etmək lazımdır. Və ya kimsə də gəlib deyə bilər ki, bu nə qədər aktual mövzudur ümumiyyətlə. Tutalım, sabit oldu ki, Həzrəti Muhammed Həzrəti İbrahimdən üstündür. Və ya Həzrəti İbrahim Həzrəti Muhammeddən üstündür. Burada nə sabit oldu? Çünki bizim müqayisə etdiyimiz insanlar elə insanlardır ki, biz onları zirvələrdə müqayisə edirik. Yəni, bu adamlar zirvədədirlər də, yəni zirvədədirlər. Bu, yəni bir dəfəlik biz bunu dərk eləməliyik ki, bu adamlar məişət müstəvisində müqayisə olunacaq insanlar deyil. Bunlar zirvədədirlər və biz zirvələrdəkiləri müqayisə edirik ki, hansı ən zirvədədir. Və bunu bilmək ki, tutalım, hansı ən zirvədədir, nə qədər aktual bir mövzudur, bu müzakirə oluna bilər. Kimsə deyə bilər ki, aktual mövzu deyil, hansı bir üstün olduğu nəticədə heç nə dəyişmir. Bu bizim nə mənəviyyatımıza, nə ruhiyyəmizə, nə dünyamıza heç bir təsir yoxdur. Kimsə də deyə bilər ki, xeyr, müzakirə oluna bilər, bu artıq mərifət məsələsidir. Bu nədir? Bilik məsələsidir. Əgər nəzərə alsaq ki, Allah bilən insanı bilməyəndən üstün edib, ona görə bunu bilmək də nədir? Bir üstünlük vəsiləsidir. İndi ola bilər ki, az olsun, xırda olsun, o başqa məsələ. Amma nəticədə bilmək yaxşıdır. Aydın dostlar, bu günlük bu qədər. İnşallah növbəti dərslərdə görüşənədək.